Hörmətli izləyicilər, Qusar rayon Kuzun kəndində yaşayan vətəndaş Aydın Qırxlarov kanalımıza müraciət edib. Vətəndaş qeyd edir ki, ona məxsus mərhum atasından qalmış evin həyətyan sahəsini Bakı şəhəri Yasamal rayon Dağlı küçəsi ev 2 mənzil 21-də yaşayan imkanlı şəxs Xəlilova Günel Ramiz qızı zəbt edib. Şikayətçi Aydın Qırxlarov iddia edir ki, adı keçən xanım bütün bunları imkanlarına söykənərək etmişdir. Vətəndaş iddia edir ki, zəbt olmuş ərazi 10 sota yaxındır. Həmin xanım torpağı sahibsiz zənn edərək zəbt edib. Hazırda həmin ərazidə özünə məxsus böyük villa tikdirir. Xanım mənə deyir ki, get kimə istəyirsən şikayət elə. Mən sənə torpaq qaytaran deyiləm. Mən onunla bacara bilmirəm. Media vasitəsilə cənab prezidentdən, prezident administrasiyasından, baş prokurorluqdan, Daxili İşlər Nazirliyindən, Qusar rayon icra hakimiyyəti, polis idarəsi, prokurorluğu və sair əlaqədar qurumlardan kömək istəyirəm. Vətəndaş qeyd edir ki, həmin torpağın 17 sotunu adı çəkilən xanıma çıxarışlı torpağı satıb, ancaq xanım bundan sui-istifadə edərək onun ərazidə olmamasını bundan istifadə edərək qalan ərazilər də zəbt edib ərazisini, torpaq sahəsini genişləndirmə qərarı verib. Ancaq dəfələrlə buna qarşı etiraz etsə də onun etirazına məhəl qoyulmayıb və hazırda həmin ərazidən reportaj hazırlayıb özü şəxsən kanalımıza atıb və media vasitəsilə bütün əlaqədar qurumlardan başda cənab prezident olmaqla kömək istəyir. Və eyni zamanda şikayətçi bütün media kanallarından, media kanallarının rəhbərlərindən xahiş edir ki, onun şikayətini mümkün qədər sosial şəbəkələrdə və bütün saytlarda işıqlandırsınlar. Vətəndaş başqa belə deyək ki, imkanının olmadığını, ümidinin yalnız dövlət başçısını gördüyünü bildirir. Biz də həmən deməli reportajı sizə təqdim edirik və indi sizə həmən vətəndaşın özünün çıxışını təqdim edəcəyik. Xahiş edir, yayımı bəyənin, paylaşın, kanalımıza abunə olun və bu videonu mümkün qədər çox paylaşın ki, vətəndaşın problemi həll olsun. Gəlin izləyək. Cənab Prezident, Bakı şəhər sakini, Yasamal rayon Dağlı küçəsi ev 12, ev 2 üzr istəyirəm, ev 2 mənzil 21-də yaşayan milyarder xanım Xəlilova Günel Ramiz qızının haqsızlıqlar barədə mən sizə qısa bir məlumat vermək istəyirəm. Cənab Prezident, mən Qırxlarov Aydın Qəhrəmanoğlu, Qusar rayon Kuzun kənd sakiniyəm. Bu ərazi Qusar rayon Şahdağ turizmi kompleksində yerləşir. 2023-cü ildə Bakı şəhər Yasamal rayon Dağlı küçəsi ev 2 mənzil 21-də yaşayan milyarder xanım Xəlilova Günel Ramiz qızına 17 sot torpaq sahəni çıxarışla satmışam. Lakin milyarder Xəlilova Günel Ramiz qızı üz maddi imkanlarla sui-istifadə edib villa tikmək üçün, yer genişləndirmək üçün mənim mərhum atamla, anamla mənə qalan evimin torpaq sahəni bir neçə sotu zəbt edib 5 milyon manatdan çox pul xərcləyib də belə bir villa tikir. Mən bura kimi satmışam. Buradan bu yana mənim torpaq sahəmdir. Faktla bağlı Xəlilova Günel Ramiz qızının da mövqeyini dərc etməyə hazırıq. Buyursun, müraciət etsin. Onun da fikirləri bizim üçün maraqlıdır.